Biz Göyçay rayon Siqnal İctimai Nəzarət Təşkilatı olaraq bugün Göyçay rayonunun Çarxı kəndində şəhidimiz Hacıyev Toğrul Siyafşah oğlunun evindəyik. Bugün şəhidimizin evladının Tunar balanın 7 yaşı tamam olur. Biz də özümüzə borc bilərək şəhid balamızı təbrik etmək üçün bu ailənin yanında. 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Tunar balanı və bacısı Ləmanı bir daha təbrik edirik. Bütün Azərbaycan balalarını, uşaqlarını biz təbrik edirik. Göyçay rayon Siqnal Təşkilatı adından, öz adımızdan, ailəmiz adından bu ailəyə Allah'tan şəhidimizə rəhmət, ailəyə can sağlığı, sağlamlıq, səbir diləyirik. Hörmətlə Göyçay rayon Təşkilatının, Siqnal İctimai Nəzarət Təşkilatının sədri və üzvləri. Sizləri salamlayıram mən də bir şəhid anası olaraq, İctimai Nəzarət Göyçay Təşkilatının sədr müavini olaraq bugün biz şəhidimiz Toğrulun evindəyik. Toğrulun evində Tunar balamızın ad günüdür. Həm də Beynəlxalq Uşaqlar Günü münasibəti ilə Tunarın bacısı Ləmanı təbrik edirəm. Allah'tan uşaqlara can sağlığı arzulayıram. Arzulayıram ki, atalarına layiq evlad olsunlar. Analarına arxa dayaq olsunlar. Reyhan ana, Allah'tan sizə də səbir diləyirəm. Allah Toğrulun yerini cənnət eləsin. Toğrulun simasında bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Şəhidlər qoymadı, elsin bu bayrağı. Hər dalğası bir şəhidin ruhudur. Vətən iman yolu, vətən inancım, vətən savaşı, xalqım yolu. Bugün biz Göyçay rayon Siqnal İctimai Nəzarət Təşkilatı olaraq Göyçay rayon Çarxı kəndinin şəhidi Hacıyev Toğrul Siyafşah oğlunun məzarını ziyarət edirik. Bugün şəhidimizin evladının adı, Tunar balanın ad günüdür. Bu ad günü münasibəti ilə biz Tunar balanı təbrik etdik. Bir daha təbrik edirik. Bu Tunar balamız ailəsi üçün, xalqımız üçün, vətənimiz üçün ləyaqətli bir oğul olsun. Daha da mərd, daha da necə deyərlər, xalqımıza, dövlətimizə layiqli bir övlad olsun. Biz bir daha Tunar balamızı təbrik edirik. Ailəsinə can sağlığı, şəhid atasına Allah'tan rəhmət diləyirik. Göyçay rayon Təşkilatı olaraq bugün uşaqların Beynəlxalq Müdafiə günüdür və bu Beynəlxalq Müdafiə günü də Tunar balanı, bacısı Ləman xanımı və bütün Azərbaycan balalarını təbrik edirik. Siqnal Təşkilatı Göyçay.